Esselamu Aleyküm ve Rahmetullah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz möhtərəm müminlər, günlərin seyyidi cümə günündə, məkanların alisi Allah evində, əvvəla özümü və siz əzizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Amin. Zilqədə ayının son 10 günlüyünü yaşayırıq və artıq bu gündən qardaşlardan yaddaş elədilər səhər-səhər ki, bu gündən düz Məhərrəmin girişinə 40 gün qalır. 40 gün adətən insanlar çillə saxlayarlar, ziyarət-i aşur oxuyarlar, özlərini Mah-ı Məhərrəmə, əza ayına hazırlayarlar. Allah mütəal bizləri Məhərrəm ayına yetişib, o ayı dərk eləyib, o ayın əzadarlarından olub, Əbu Abdullah Hüseyin əleyhissalamın amallarını dərk eləyib, onun izi və yolu ilə gedənlərdən qərar versin inşallah. Amin. Keçən cümədə demişdik ki, bir mövzu var idi, qalmışdı. O mövzunun barəsində inşallah sizlərlə bu cümə bölüşərik. Quran-ı Kərimdə Allah mütəal insanlara xitabən buyurur. Əuzu billahi mineşşeytanirracim. Və ləhunne mislüllezine aleyhinne bil ma'ruf. Kişilərin boynunda xanımların və eyni zamanda xanımların da boynunda kişilərin haqları, hüquqları var. Quran-ı Kərim ki, bütün məsələlərə toxunub və eyni zamanda bizim həyatımız, həyat prinsiplərimizin də barəsində Quran-ı Kərimdə ayələrimiz var və əziz Peyğəmbərimizdən, məsum imamlardan hədislərimiz var. Allah mütəal buyurur ki, ər və arvadın hər ikisinin biri digərinin boynunda haqları, hüquqları var. وَلِلرِّجَالِ عَلَيْهِنَّ dərəcə. Allah mütəal deyir ki, lakin kişilər xanımlara nisbətdə bir dərəcə üstünlükləri var. İndi bu fiziki cəhətdən olmuş olsa, yəni fiziki olaraq kişi xanımdan daha qüvvətlidir və yaxud onun daha çox ictimai bir varlıq, kişinin daha çox ictimai bir varlıq olmaq baxımından və yaxud iradəvi cəhətdən və sair nöqteyi nəzərlərdən ki, bunu izah eləmiyorlar. Hər bir halı ilə Allah mütəal deyir ki, kişini mən xanımlara nisbətdə bir dərəcə üstün qərar verdim, bir dərəcə üstün yaratdım. Yəni, bir növ Allah mütəal haqlardan danışarkən bunu deyir və sanki bunu bildirmək istəyir ki, bir dərəcə ailə proqramında mən kişini üstün bilmişəm. Bu Allahın hikmətidir. Və ardıca da Allah mütəal nə deyir? Vallahu azizun hakim. Həqiqətən Allah izzət və hikmət sahibidir. Yəni, Allahın bütün qərarları hikmət üzündəndir, heç bir şey səbəbsiz deyil. Niyə Allah bu cür qoyub? İndi bu günləri bəzən görürsən ki, ateistlər, feministlər, İslam dininə qəbul eləməyənlər, deyirlər ki, bəs İslam dinində qadınların hüquqları və s. və ilaxır şüarlar, bunlar hamısı quru şüarlardır, quru şüarlardan başqa bir şey deyil. Bunlarla İslama görürsən hücum çəkirlər. Əsli həqiqətində məsələ burasındadır ki, əvvəla budur, İslamın tətbiq elədiyi proqram 1400 ildə özünü doğruldu. Amma nə qərbin, nə o şüar verənlərin proqramlarının nəticələrini biz görürük ki, il-ildən boşanmalar çoxalır. Yəni, çox rəqəmlərə baxanda elə bir vəziyyət gəlib yaranıb ki, hər il 3 qurulmuş ailədən biri mütləq dağılır. Demək ki, Allahın verdiyi proqram bütün proqramlardan üstündür. Bu mütləq belədir.
bəşər istəsə proqram tətbiq eləsin, bəşərin tətbiq elədiyi proqram həmişə iflasa uğrayır və nəticə etibarı ilə də nə olur? 50 il, 100 il nəsillərin zədələnməsi ilə, ailə nüfuzlarının zədələnməsi ilə nəticələnir. Ona görə Allah açıq-aşkardır ki, biz kişiləri xanımlara nisbətdə bir dərəcə üstün qərar verdik. Amma hər ikisinin biri digərinin boynunda haqları var. Mən bu cümlədə inşallah nəsib olsa, xanımların boynundakı haqlarından, hüquqlarından danışacağım. Allah nəsib eləyərsə gələn cümlədə İnşallah kişilərin də boynunda vəzifələri var. Məsələn, bugün deyəcəyimiz hədisləri, ayələri belə düşünməsinlər ki, kişilər elə qadınların haqları var. Bizim də boynumuzda kifayət qədər haqlar, hüquqlar var və o haqq, hüquqlara biz də vacibdir ki, riayət edək. Əvvəldə bunu deyim ki, Allah xanıma çox böyük bir dəyər verir. İslam dini xanıma çox böyük bir dəyər verir. Öncə dediyimiz o şüarçılar əslində gözlərini açıb diqqətlə baxsalar, görərlər ki, heç bir mədəniyyət, heç bir cərəyan İslam dini qədər xanıma dəyər verməyib. Sadəcə onu biraz açıq gözlə baxmaq lazımdır. Eynəklərini silib baxsalar, görərlər ki, doğrudan İslamda xanımın dəyəri çox alidir, çox böyükdür. Əziz Peyğəmbərimiz buyurur ki, əgər qadın evlad dünyaya gətirərkən dünyasını dəyişərsə, Allah ona şəhidin savabını verər. Bilirik də, İslam dinində ən uca zirvədir şəhadət zirvəsi. Xanımın bu yolda zəhmətləri, bu yolda xidmətlərini Allah və onun rəsulu o qədər dəyərləndirir ki, deyir ki, hər birdən bir xanım evlad dünyaya gətirərkən dünyasını dəyişərsə, Allah ona şəhid savabı verər. Uşağını qorumaq üçün bir gecə oyaq qalsa, Allah yolunda 70 qul azad etmiş insanın savabını qazanar. Təsəvvür edin, məsələn, xanımlar neçə gecələrini, neçə aylarını, neçə illərini evladının aramlığı, rahatçılığı üçün özləri yuxusuz qalıblar, əziyyət çəkiblər. Ona görə İslam deyir ki, onların hər gecəsi 70 qul azad eləməyin savabına bərabərdir. Xanımların barəsində İslam dinində bir çox hədislərimiz var. Əziz Peyğəmbərimizdən hədis buyurur ki, qadınlar 3 dəstəsi qəbir əzabı görməzlər və qızım xanım Fatimə Zəhra salamullahi aleyhanla bir yerdə məhşur olarlar qiyamətin günündə. Hansılardır? Əziz Peyğəmbərimiz buyurur ki, ərinin çətinliklərinə səbr edən qadın, ərinin pis əxlaqına səbr edən qadın və mehriyyəsini ərinə bağışlayan qadındır. Bu, İslam dinində qadınlara verilmiş dəyərdir, qiymətdir. Lakin bunlarla yanaşı, bunlarla bərabər bəzi öhdəçiliklər də var, xanımlar. Bəzi vəzifələri də var. Bu vəzifələri İslam bunlara ona görə vacib bilib ki, ona görə tapşırıb ki, ailələr qorunsun. Ailədə bir rəhbər, bir başçı bilinsin. Yəni, ailədə hər kəs söz sahibi olsa, nəinki ailədə, heç bir cəmiyyətdə mümkün deyil. Hərə bir qərar versə, aləm dağılar ki. Anarxiya baş verər də. Ona görə Allah bir dənə seçim edib, deyir ki, ailə bir dənə məktəbdir, ailə bir dənə cəmiyyətdir, ailə bir dənə dövlətdir və o dövlətdə bir nəfər rəhbər olmalıdır. O rəhbəri də Allah təyin edir ki, gərək kişi olsun. İstisnai hallar mümkündür. Hər bir halda istisnai hallar mümkündür. Ola bilər ki, bir ailədə qadın daha çox şuurludur, daha çox təfəkkürlüdür. Ola bilər. Ola bilər ki, həyat yoldaşına bəzi proqramlar versin. Amma İslam dini deyir, bunu elə eləməlidir ki, evladlar bundan xəbərsiz olsun. Xəlvətdə ərini yönləndirsin bəzi sahələrdə. Amma evladların qarşısında özünü belə aparsın ki, elə qərarları yoldaşı verir. Ta evladlar bu təcrübəni, bu tərbiyəni onlardan alsınlar, onları götürsünlər. Bir ayə var, ailə barəsində. Allah Müteal buyurur, Euzubillahimineşşeytanirracim və min ayatihi en xaləqə ləkum min anfusikum əzvacən litəskunu iləyhə
Deyir, ilahi nişanlardandır, Allahın ayələrindəndir, Allahın belə deyək, hikmətlərindən və nişanələrindəndir ki, sizin üçün özünüzdən olan, öz cinsinizdən olan həyat yoldaşları qərar verib. Yəni, məsələn, insan üçün cinnilərdən, mələklərdən, hurilərdən verməyib həyat yoldaşını qərar. Elə öz cinsindən qərar verib, niyə səbəbindədir? Litəskun əleyhə. Ola ilə aramlıq tapasınız, rahatsızlıq tapasınız. Öz cinsinizdən daxil, biri digərinizi daha yaxşı başa düşməlisiniz. وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً. Və Allah mütəal ərlə, arvadın arasında məvəddət və rəhmət yaradıb. Məvəddət demişik, məvəddət məhəbbətin bir növüdür, amma məhəbbətdən fərqli bir şeydir. Məvəddət budur ki, sevəcəksən və sevməyin üçün də bir fədakarlıq göstərəcəksən, izhar eləyəcəksən öz sevgini. Öz sevgində bir işlər görəcəksən, elə quru-quru məhəbbətlə iş olmur. Bu günlər nə qədər cəryanlar var, deyirlər ki, biz Əhl-i Beyti sevirik. Quran bu sevgini, deyir, əsası olmayan sevgi, sübutu olmayan sevgini biz qəbul eləmirik. Əhl-i Beyti deyir, məvəddətlə sevəcəksiniz. Yəni, bir nəfər iddia edirsə, mən Əhl-i Beyti sevirəm, zəhmət çəkib onu həyatında göstərməlidir. Ailədə də bu cürdür. Deyir, xanımın da, kişi də bir-birinə məvəddətlər olmalıdır, yəni fədakarlıqlar olmalıdır. Və rəhmə və tək sevgi kifayət eləmir, həm də rəhmət olmalıdır bir-birinə qarşı. Sevməklə ailələr bir yerə gedib çıxa bilmir. Tək rəhmətlə də bir yerə gedib çıxa bilmir. Quran bir dənə paralel təyin edib, hər ikisi bir yerdə olmalıdır. Çoxdan bir şey oxumuşdum mən, çox dəyərli bir nəsihətdir əslində. Deyir, bir gün ata öz oğlu ailə həyatı qurmaq ərəfəsində çağırır oğlunu öz yanına. Deyir ki, oğlum, istəyirəm sənə ailə həyatında bəzi nəsihətlər eləyim. Bəzi tapşırıqlar verim, ailə həyatı quracaqsan. Amma oğlum, bu nəsihətlərimi, bu ibrətlərimi sənə mətbəxdə mən gərək göstərim. Oğlu ilk növbədə təəccüb edir. Düşünür ki, yəqin atam bəzi sadə yeməkləri bişirməyi mənə öyrədəcək ki, birdən məsələn evdə xanım xəstə olsa, ya evdə olmasa, mən öz başımın çarəsini qıla bilim. Da indi əhəmiyyət vermir, çox da atasıdır, dirək yoxdur. Keçirlər mətbəxdə. Ata 3 dənə qazan qoyur ocağın üstünə, üçünə də su doldurur. Bir qazanın içinə kök qoyur, bir neçə dənə kök qoyur. Bir qazanın içinə bir neçə dənə yumurta qoyur. Bir neçə qazanın içinə bir neçə dənə qəhvə dənələri, kofe dənələri qoyur. Bunlar qaynayır, eyni müddətdə qaynayır və altın hər üçünü söndürür. Bunların suyunu bir başqa qaba süzür, ondan sonra qoyur oğlunun qabağına. Deyir, oğlum, bu 3 dənə qaynayanların arasında qaynamamışdan öncə və qaynayandan sonraki fərqləri necə görürsən? Mən üçün necə izah edə bilərsən? Oğlu baxırdı ki, kök qaynamamışdan öncə bərk idi, heç onu dişləyib yemək çətindir, amma qaynayandan sonra çox yumuşaldı, hətta əl vursun dağılar. Yumurta zahirən üzü bərk idi, amma içi boş idi. Qaynayandan sonra üzü olduğu kimi qaldı ilə bərk, amma içi də bərk idi. Amma qəhvə dənələri əvvəl də elə bərk idi, qaynayandan sonra da yenə bərk qaldı. Heç bir şey dəyişmədi. Dedi, oğlum, bax, ailə münasibətində 2 şey mühümdür. Baxın, həmin o ayəmizə istinaddır. Həm məhəbbət olmalıdır, həm rəhmət olmalıdır, şəfqət olmalıdır, bir-birinə can yananlıq olmalıdır. Əgər ailədə yalnız şəfqət olsa, yalnız rəhmət olsa, yəni biri-birinə, bizim dinləndiyimdə belə yazığı gəlmək olsa, o zaman bu kök kimi bir müddətdən sonra bunlar boşalıb, dağılıb gedəcəklər, əzələcəklər. Ailədə yalnız məhəbbət olsa, bu yumurta misalı kimi zahirən gözəldir, amma bir müddətdən sonra
içləri bunların daşlaşacaq, bərkiyəcək. Zahiri qalacaq, insanlar kənardan baxanda görəcəklər, bunlar nə gözəl bir-birini sevirlər, amma əsli həqiqətində o cür olmayacaq. Daxilləri bərkiyəcək, bir-birinə qarşı o mehr və məhəbbəti hiss edə bilməyəcəklər. Lakin ailədə xanım və kişinin arasında həm məhəbbət olsa və həm də rəhmət olsa, yəni tək sevməklə iş keçmir. Həmişə bu cür məhəbbətlərə bizim ədəbiyyatımızda ülvi məhəbbətlər deyiblər də, sevmək cürbəcürdür. O qədər insanı maddi, zahiri durumuna görə sevə bilir. Amma həm də ona bir şəfqəti olsun, həm də bir məhəbbəti olsun, buna deyiblər ülvi məhəbbət. İslam din ailədə bu cür olmalıdır gərək. Bu cür məhəbbətdə görürsən, deyir ki, qəhvə dənələri qədər. Əvvəl necə idilər? Nə qədər qaynasalar, elə bu cür qalacaqlar. Oğlu deyir ki, başa düşdüm. Dedi, yox, tələsmə. O qəhvə dənələri qaynayan suyu ki, süzmüşdü bir fincana. Dedi, bax oğlum, o 2 dənə köklə yumurta qaynayan suyu da istifadəsi mümkündür, gərək atasın. Amma bu qəhvə dənələri qaynayan suyu al, iç, dadlı bir içkiyə çevrildi. Deyir, onun içində qaynayanlar ər və arvad kimidir. O zaman ki, onlar qaynadı, onların həyatı kimidir. Və onların cəmiyyətə bəxş elədikləri də nəticədir. Görürsən, qəhvə qaynayandan sonra onun suyu da içməli oldu. Ona görə Allah-u Teala ailədə deyir ki, nə olmalıdır? Şəfqət və məhəbbət eyni zamanda məhəbbətlə paralel olmalıdır. Və bunun müqabilində İslam dini deyir ki, bunlarla yanaşı qadının bir itaətkarlığı da olmalıdır. Həyat yoldaşına qarşı keçməyi bağışlayan olmalıdır, keçməyi bacaran olmalıdır xanım. Həyat yoldaşını çox çək-çevir eləməməlidir. Çox axtarış aparmamalıdır. Əgər xanım ağıllıdırsa, xanım dünya görüşlüdürsə, xanım ailəsinin səadətini istəyirsə, əri çox axtarmamalıdır. Yəni, çox onu götürəsən, təftiş eləyəsən, mümkün deyə bir şey də çıxmasın ortaya. Amma bir şey də çıxmasa, inam etibar ortadan gedir. Dəyərlər, bağlar qırılır. Birdən bir şey çıxsa da, indi oldu da bir nöqsan da oldu ortada, bu nöqsan da ailəni sarsıdacaq. Bizim o ağbirsək, o nənələrimiz ki olub, görməzdən gəlməyi bacarıblar evdə. Ona görə ailələr möhkəm olub. Ona görə onların həyat yoldaşları əzəmətli olub. Niyə baxırıq, deyirik ki, köhnə kişilərin əzəməti var idi. İndi kişilərdə sanki o əzəmət itib. İnanın ki, o əzəməti o kişilərdə yaradan, formalaşdıran o nənələr idi. O nənələr o kişiləri o cür əzəmətli qoruyub saxlamışdılar. Hər sözü söz eləməmişdilər, hər məsələni şirtməmişdilər. Oradan niyə keçdin, buradan niyə baxdın deməmişdilər. Bu xanımlar üçün biz demirik ki, mütləq ucur olsun. İslam demir mütləq ucur olsun. İslam deyir ki, xanım, əgər istəyirsən ailəndə gözəl bir ab-hava olsun, bu cür yaşa. İstəməsən özün bil, qulaq as feministlərə. Deyirəm, mənim də haqlarım, mənim də hüquqlarım. Haqq, hüquqla ailə idarə olunur. İslam dinində bir ədalət prinsipi var, bir kəramət prinsipi var. Ədalət prinsipi nədir? Sənin haqların yerində, mənim haqlarım yerində. Hər ikimizin haqlarını qorumalıyıq. Bu ədalət prinsipidir, amma yetərli prinsipdir. Kəramət prinsipi bilirsiniz nədir? Mən bəzən sevdiyim insana xatir öz haqlarından da keçəcəyəm. Buna deyirlər kəramət, buna deyirlər alicənablıq. Ailə bu cür idarə olunmalıdır. Bugün dünyəvi qanunlar, bugün qərbin tətbiqi nədir? Qanunlar, nə qədər qanunlar gətirib ailələrə tətbiq eləməyə çalışırlar. Və nəticəsi də hər kəsin gözü qarşısındadır. Ailələrə qanun tətbiq etməklə mümkün deyil. Ailələrə mehri-məhəbbət tətbiq eləməliyik. Ailələrə şəfqət, mərhəmət, sevgi tətbiq eləməliyik. Və evladlarımızı da bu yöndə tərbiyə etməliyik.
Ata-ana əgər qız ərə köçürdəndə ona desə ki, ya qızım getdin, sən haqlarını qoru, hüquqlarını qoru, mən də sənin arxamdayam, bil, uzağı 2 ildir, 3 ildir o qız. Mümkündür orada tab gətirsin. Çünki sən bunu bu cür formalaşdırıb yola saldın. Əgər sən bunu bu cür formalaşdırıb yola salsaydın ki, qızım, bu günə qədər sənin üzərində vəli mən idim, atom, haqların mənim boynumda idi və bütün icazələrim mənim öhdəliyimdə idi. Bütün qərarlarım mənim öhdəliyimdə idi. Bu gündən sonra qızım həyat yoldaşının öhdəsindədir. Da bir yerə gedəndə icazəni məndən ala bilmərsən. Həyat yoldaşından almalısan. Din bunu bu cür deyir də. Əziz Peyğəmbərimizin zamanında kişi səfərdə idi, xanım xəbər göndərdi Peyğəmbərə ki, ya Rasulallah, atam xəstədir, ağırdır. Yoldaşım da burada yoxdur da, indi o dövrdə də telefon yox idi, telegram yox idi da, bu yoldaşına xəbər göndərsin. Mən gedib atama baş çəkməliyəm. Atam mən üçün xəbər göndərib. Amma yoldaşım da evdə yoxdur. İcazə verirsən, ya Rasulallah, xanımdır, düşüncəli xanımdır, imanlı xanımdır. Yoldaşı yoxdur, Peyğəmbərindən icazə istəyir. Gərək şəriət sahibi buna icazə versin. Ya Rasulallah, icazə verirsən, gedim atama başa çəkim. Əziz Peyğəmbərimiz bu ki, yox. Ərimin icazəsi olmadan evdən çıxa bilmərsən. İkinci gün xəbər göndərdi ki, ya Rasulallah, atam çox ağırdır, artıq can üstədir, deyirlər son nəfəsləridir. Onlar gedim, dedi, olmaz. Üçüncü günə xəbər göndərdi, ya Rasulallah, atam dünyasını dəyişdi, icazə verirsən, cənazə namazında iştirak edin. Gedim ondan vidalaşım. Dedi ki, olmaz. Allah sənə bunu vacib edib ki, ərvə itaat eləməlisin. Olmaz, icazə vermirəm. Bu, şəriət sahibinin göstərişidir. Nə qədər ayələr, nə qədər hədislər deyir ki, xanım ərindən icazəsiz evdən çıxsa, qayıdıb gələnə qədər, ərinin razılığını alana qədər yerin göyün mələkləri onlara lənət oxuyurlar. İcazə alsa nə mənadadır? İnşallah xütbəmizin ikinci hissəsində onun barəsində də danışarıq.